2022-ci Kia K5 GT Line 1.6 motor, 133 min mil yürüyüş, $4500 start qiymətlə maşın çıxarılır xaraca. Maşından üstədən bufer, kapot hissəsində belə bir zədələr var. Farasında da gördüyünüz kimi sağ sol farada zədəsi var, sağ farada həmçinin belə bir zədəsi var. Sağdan xırla hissəsində belə bir minimabatı var, təmiri ərarlıdır, yan gücün keşkəsi alınmalıdır, qapılarda hər hansısa bir problem yoxdur. Arxa hissədən maşından lazımdır, digər hissədən də stop alınmalıdır maşına, hər iki stop ehtiyacı var maşına və bu hissədə. Bagaj hissədə belə bir zədəsi var, arxa sol hissədən də bufer hissəsində biraz zədələr var və kırlo hissəsində zədələr var. Açarsız daxil olma körnəkdə mövcuddur maşında. Maşın salonu təqdim edək. Maşın salonunda monitor, GT Line sidenkalar, elektron sidenliyin dar olunması mövcuddur. Tam panorama lükdə mövcuddur maşında. Maşın salonunda qırmızı qoyucu alınlandı. Buradan da maşın kodunu paylaşdım. Kimlərə lazımdırsa əlaqə saxlaya bilərsiniz yoldaşlar.